Rəqsanə, hər vaxtın xeyir olsun, salamlayıram səni. Salam Çınarə, hər vaxtınız xeyir olsun. Bəli, artıq bir müddətdir ki, mənzil almaq istəyənlərin səbirsizliklə gözlədiyi tarix artıq yaxınlaşır və elə bununla bağlı Mənzil İnşaatı Dövlət Agentliyi informasiya təqdim edib. Güzəştli şərtlərlə mənzil almaq istəyənlər üçün artıq evlər satışa çıxarılacaq. Dekabrın 3-dən etibarən qeydiyyat prosesinə start veriləcək. Satış şərtləri ilə bağlı nə vaxtdan etibarən başlayacaq, hansı tarixə qədər davam edəcək, eyni zamanda qiymətlərlə bağlı daha təfərrüatlı informasiyanı əldə etmək üçün elə üst tutduq Mənzil İnşaatı Dövlət Agentliyinə və elə müsahibim qurumun mətbuat katibi Diana Dadaşovadan informasiyaları alacaq. Xoş gördük Diana xanım. Təfərrüatları sizdən eşidək. Buyurun. Salam, hər vaxtınız xeyir olsun. Bəli, qeyd etdiyiniz kimi bugün Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən güzəştli mənzillərin satışı ilə bağlı elan verilmişdir. Belə ki, agentliyin layihələri olan Hövsan Yaşayış Kompleksinin 1-ci mərhələsi, Hövsan Yaşayış Kompleksinin 2-ci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, bununla yanaşı yeni layihələr olan Binəqədi, Şirvan və Yevlax Yaşayış Kompleksləri üzrə ümumilikdə 627 mənzilin satışı barədə elan verilmişdir. Mənzillərin satışı 3 dekabr 2025-ci il tarixi saat 11-də başlayacaq və bu proses 12 dekabr tarixinədək davam edəcəkdir. Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi qaydasına uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 9 dekabr tarixində başlayacaq və 12 dekabr tarixinədək davam edəcəkdir. Qeyd edim ki, güzəştli mənzillərin əldə edilməsi elektron hökumət portalı üzərindən güzəştli mənzil sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Yalnız güzəştli mənzil sistemində elektron kabineti olmuş vətəndaşlar güzəştli mənzillərin seçimində bərabər hüquqa malikdir. Qeyd edim ki, bildiyiniz kimi agentlik mütəmadi olaraq güzəştli mənzil sistemində təkmilləşdirmə işləri həyata keçirilir və ötən müddət ərzində güzəştli mənzil sisteminin ümumi görünüşünün müasir dizaynda yenilənməsi işi həyata keçirilmişdir və vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə bu yenilənmə ilə əlaqədar olaraq güzəştli mənzil sisteminin qeydiyyat, ilkin razılıq, satış və gözləmə modullarının həm yazılı, həm də video təlimatları yenilənmişdir və vətəndaşlara təqdim olunmuşdur. Vətəndaşlar mida.gov.az internet səhifəsinə, eyni zamanda agentliyin sosial şəbəkələrdə olan səhifələrinə daxil olaraq yenilənmiş təlimatlarla tanış ola bilərlər. Bugün elan çərçivəsində verdiyimiz, yəni satışa çıxarılan mənzillər həm güzəştli ipoteka krediti vasitəsilə əldə oluna bilər, həmçinin öz vəsaiti hesabına ödəniş üsulu ilə. Qeyd edim ki, satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin olunmuş vəziyyətdə vətəndaşlara təklif olunur. Eyni zamanda vətəndaşlar bu satışa çıxarılan mənzillər barədə daha ətraflı məlumat əldə etmək istəyirlərsə, mida.gov.az internet səhifəsinə daxil olaraq hər bir layihə üzrə satışa çıxarılan mənzillərin ölçüləri, digər məlumatlarla tanış ola bilərlər. Diana xanım, bir əlavə sualım da olacaq sizə. Deməli, bu proseslə bağlı bilirik ki, qısa müddət ərzində qeydiyyatdan keçmə prosesi həyata keçirilməlidir və işbazlar da ortaya çıxır, hakerlərə müraciətlər də olur. Rəsmi məlumatları hardan izləsinlər və bu istiqamətdə qısa tövsiyənizi eşitmək istərdik. Öncə qeyd etdiyim kimi biz vətəndaşlara təlimatlar təqdim edirik və daimi olaraq vətəndaşlara qeyd edirik ki, mənzil seçimi proseslərini özləri həyata keçirsinlər. Yalnız güzəştli mənzil sisteminə özləri daxil olsunlar. Bildiyiniz kimi güzəştli mənzil sistemində qeydiyyatdan keçmək üçün elektron imza, asan imza ilə daxil ola bilərlər. Eyni zamanda sima imza ilə daxil ola bilərlər. Yəni vətəndaşlar yalnız özləri elektron imzalarından istifadə edərək kabinetlərinə daxil olsunlar və mənzil seçimi prosesini özləri həyata keçirsinlər və bu barədə biz dəfələrlə yaydığımız rəsmi məlumatlarda, həmçinin vətəndaşlara təqdim etdiyimiz təlimatlarda da qeyd edirik. Onu da əlavə edim ki, ümumiyyətlə güzəştli mənzillərlə bağlı ətraflı məlumat əldə etmək istəyən vətəndaşlar Bakı şəhərində yerləşən 5 saylı Asan Xidmət Mərkəzinə, eyni zamanda Sumqayıt şəhərindəki 1 saylı Asan Xidmət Mərkəzinə də yaxınlaşaraq güzəştli mənzillərlə bağlı suallarına cavab tapa bilərlər. Paralel olaraq agentliyin sosial şəbəkələri vasitəsilə, yəni bu səhifələrdə vətəndaşların sualları cavablandırılır. Eyni zamanda 108 çağrı mərkəzinə zəng edərək bütün suallarına cavab tapa bilərlər.
Təşəkkür edirəm Diana xanım. Təfərrüatlı informasiyaları tamaşaçılarımızla və bizlə paylaşdığınız üçün. Elə Mənzil İnşaatı Dövlət Agentliyi açıqlamasında da yenə agentliyin açıqlamasına əsasən 3 dekabrdan etibarən tarixə yenə qeydiyyat prosesinə start veriləcək. Təfərrüatlı informasiyaları da elə qonağımız aydınlıq gətirdi, verdi, təqdim elədi. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatla bağlı detalları bizimlə bölüşdüyün üçün.